Salam, hər vaxtınız xeyir olsun. Hər birinizi salamlayıram. Bildiyiniz kimi artıq bu gündən müsahibələrə, sertifikasiya, yəni müsahibə mərhələsinə start verilmişdir. Hər bir müəllim namizədimizə də uğurlar arzu edirik. Səhər seansının suallarını sizə təqdim edirəm və bu suallar qeyri-adi bir suallar deyil. YouTube kanalımızda hər bir sualın izahı verilib. Təbii ki, ümumiyyətlə komissiya üzvləri tərəfindən gələn bütün müsahibə sualları bizim YouTube kanalımızda var. Baxsaz, təbii ki, hər bir müəllim namizədi 100% nəticə də əldə edəcəkdir. İndi ilk sualı sizə təqdim edirəm. Ola bilər ki, yenə deyirəm, bölgə-bölgə müsahibələr olur. İndi hansısa bir bölgədə summativ gəldi, düşdü, misal çəkirəm və ya da təlim hissəsi düşdü, məzmun xətti anlayışı söhbəti gəldi, düşdü. Amma məzmun etibarilə YouTube-dakı olan bütün suallar bu gün də, sabah da, ümumiyyətlə müsahibə bitincə suallar, yəni komissiya üzvləri tərəfindən təqdim olunacaqdır. Valideyn qiymətdən narazı olsa nə edərsiniz? Belə bir sual ünvanlanıb. Təbii ki, qiymət söhbəti formativdə yoxdur. Qiymət ancaq summativdə var. Formativ qiymətləndirmədən təbii ki, narazılıq ola bilməz. Çünki formativ qiymətləndirmə zamanı biz meyarlara əsasən şagirdə rəy veririk. Yəni, meyarda təlim nəticəsindən çıxardırıq və ona uyğun da şagirdə rəy veririk. Rəy həm şifahi şəkildə, həm də yazılı şəkildə şagirdə təqdim edirik. Yazılı şəkildə şagirdin məktəbli kitabçasında, şifahi şəkildə də təbii ki, həmin o rəyi verə bilərik. Bəzən olur ki, sinifdə şagird sayı çox olur. Biz onu yazılı şəkildə çatdıra bilmərik. Onu şifahi şəkildə də şagirdə rəy veririk formativ qiymətləndirmə zamanı. Əgər summativdən təbii ki, valideynin narazılığı varsa, qiymətdən narazı varsa, nəyə görə narazıdır? Səbəb nədir? Əsaslı bir mühakiməsi varsa, bilirik ki, kiçik summativ qiymətləndirmə zamanı şagird biliyinin yenidən qiymətləndirilməsini tələb edər. Tələb edə bilər. Bu onun hüququdur. Yəni, şagirdin hüquq vəzifəsidir. Bu öz əksini tapır. Müəllimin də həyata keçirilməsi müəllimin vəzifəsidir. O sözsüz. Əsaslı bir mühakimə varsa, bax, əsaslı mühakimə varsa, təbii ki, məktəb rəhbərinin də icazəsi ilə məktəb rəhbəri tərəfindən də yenidən qiymətləndirmə keçirilə bilər. Əgər əsaslı bir mühakimə varsa, əsassız bir mühakimə varsa, təbii ki, ilk öncə valideynlə söhbət aparıram. Evladının nailiyyəti haqqında onu əvvəlcədən məlumat vermişəmsə, indi də summativdə də o nailiyyətinə uyğun qiymət alıbsa, açıqlamasını təbii ki, verərəm səbirli, təmkinli şəkildə. Yox, uyğunsuzluq varsa, əsaslı bir mühakiməsi varsa, məktəb rəhbərinin də təbii ki, icazəsi ilə yenidən qiymətləndirmə həyata keçirilməlidir. Bu sualda belə cavab veririk. Rəy nədir? Rəy formativ qiymətləndirmə elementlərindən biridir. Təbii ki, rəy şagirdi irəliyə doğru aparır. Necə irəli doğru aparır? Səhvini, düzünü deyib, onu istiqamət vermək deməkdir rəy. Rəy həm yazılı, həm də şifahi şəkildə şagird nəzərinə çatdırırıq. Diaqnostik qiymətləndirmə nədir? Bildiyimiz kimi, məktəbdaxil qiymətləndirmənin 3 növü var. Diaqnostik, formativ və summativ. Diaqnostik qiymətləndirmə ilkin qiymətləndirmədir. İlkin şagirdə diaqnozu qoyur. Şagird nəyi bilir, şagird nəyi bilmir və müəllim olaraq da planlaşdırmamızda dəyişiklik etməyimizə şərait yaradır. Girmişəm sinifə, şagird diaqnostik qiymətləndirmə keçirdirəm. Məsələn, 7-ci sinifə girmişəm, 6-cı sinifdən suallar verirəm. Bilirəm ki, şagirdlərin potensialı nə dərəcədədir. Nəyi bilirlər, nəyi bilmirlər. Avtomatik o sinif səviyyəsini müəyyənləşdirə bilirəm və planlaşdırmamda da dəyişiklik etməyimə şərait yaradır. Bəs formativ qiymətləndirmə nədir? Formativ qiymətləndirmədir. Məktəbdaxil qiymətləndirmənin bir növüdür. Dərs boyu aparılır, hər gün aparılır formativ qiymətləndirmə. Təbii ki, şagirdi hədəfə doğru aparmaq məqsədi ilə və məzmun standartlarının mənimsənilməsini izləmək məqsədinə aparılır. Görək, şagird bugün keçdiyi mövzuya nə dərəcədə çata bilib, nə dərəcədə mənimsəyə bilib, onu izləmək məqsədi ilə təbii ki, formativ qiymətləndirməmizdə həyata nədir? Keçiririk. Gəlin də summativdə deyim. Summativ isə məzmun standartlarının mənimsənilməsini ölçən qiymətləndirmədir təbii ki. Summativ də həm KSQ, həm BSQ olmaqla həyata keçirilir. Kiçik summativ qiymətləndirmə bölmə daxilində və bölmə sonunda fən müəllimi tərəfindən, amma böyük summativ qiymətləndirmə isə hər yarım ilin sonunda məktəb rəhbəri tərəfindən nədir? Həyata keçirilir. Buna da belə cavab veririk. Rəyi şagirdi necə verərsiniz? Rəyi anında vermək lazımdır. Rəy gecikməli deyil. Rəy anında verilməlidir, dəqiq olmalıdır. Şagird bilməlidir ki, səhvi hardadır, düzü hardadır, o səhvi aradan qaldırmaqdan ötürü nəyi oxumaq lazım, nəyə baxmaq lazımdır ki, növbəti dəfələrdə də o səhvi etməsin. Bir sözlə, rəy şagird necə verərsiniz? Təbii ki, anında verərəm.
ona istiqamət verərəm. Rəy effektiv olmalıdır, konstruktiv olmalıdır, gələcək yönümlü olmalıdır. Misal çəkirəm, bir dənə deyir şagirdə bir rəy verginə. Məsələn, hamının bildiyi bir şey deyirəm. İsmin hallarını fərqləndirirsən, lakin bəzi səhvlərə yol verirsən. Çalış isim yoxsul bir daha göz gəzdirirsən ki, o səhvləri aradan qaldıra bilərsən. Və yaxud da ki, mətni oxuyursan, mətni oxuyarkən, belə deyim də, bəzi səhvlərə yol verirsən. Çalış ki, mətni oxuyarkən, səsli oxudan, şuurlu oxudan, misal çəkirəm, amma istifadə etkinən ki, o səhvləri aradan qaldıra bilərsən. Bax, səhvin deyirəm. O səhvin dedim, laf yaxşı. Bu uşaq gedib o səhvi aradan qaldırmaqdan ötürü nəyi açıb baxsın, nəyi açıb oxusun, ona da adını da çəkməliyəm. Bu olacaq konstruktiv rəy, effektiv rəy, gələcək yönümlü rəy. Rəyi də mütləq şəkildə, yəni anında vermək. Bu gün formativ qiymətini keçirmişəm. İzləyirəm şagirdi. Baxıram ki, tapşırığı həyata keçirməkdə artıq səhvə yol verir. Bunu müşahidə edirəm də görürəm ki, səhv edir. Mən anında deyirəm ki, bax, filan nümunəyə bax, filan nümunə əsasında bu tapşırığı yerinə yetirəcəksən. Və ya da filan qaydalara bax, ondan sonra bu tapşırığı həyata keçirəcəksən. Mən anında ona nədir, o rəyimi verirəm ki, şagird o səhvini aradan qaldıra bilsin. Bax, bu olacaq konstruktiv rəy. Hələ ki, suallar bunlardır. Əgər yenə deyirəm, fərqli bölgələrə suallar ünvanlana bilər. O söz, amma belə deyim də, kökü, bünövrəsi eynidir. Qeyri-adi bir suallar olmayacaq. Müəllim şagird, müəllim valideyn, təlim nəticəsi, meyar, qiymətləndirmə, yəni bunlardır, planlaşdırma, yəni bunlar düşəcəkdir. Sertifikasiya müsahibə mərhələsində iş üsulu, iş forması, yəni bunlar. Çünki biz müəllim kimi məktəbdə fəaliyyət göstərdiyimizə görə şagird qarşısında dərsi necə təşkil edirik? Bax, bizə onlar ancaq gəlir düşür. Miqdən fərqli olaraq ki, yəni bizə qeyri-adi gedib nəzəriyyədən gəlib sual düşə bilməz. Yəni illərdir müsahibə təlimçisiyəm. Yəni elə bir şey yoxdur. Yəni bünövrəsi bilin artıq ki, müəllim kimi nələri bilməliyəm? Müsahibə mərhələsində onu bizdən soruşurlar. Yəqin ki, fikrim sizə çatdı. Günün, belə deyim də, sonuna kimi fərqli bir suallar olarsa, təbii ki, kanalımızda da paylaşım edəcəm. Sizlərdən istəyimiz, əgər müsahibə suallarını bizim kanalda dinləmək istəyirsinizsə, mənim izahımda dinləmək istəyirsinizsə, abunə olun, paylaşın, mütləq şəkildə bəyənin ki, həmin sualları qısa, lakonik şəkildə sizlərin nəzərinə çatdırım. Dinlədiyinizə görə də təşəkkür edirəm.